Mən həmişə çalışıram ki, şəhərimizin ən gözəl mənzillərini izləyicilərimizə təqdim edim. Onlar da arzusunda olduğu mənzili alıb, köçüb rahatlıqla yaşasınlar. Bu mənzil də onlardan biridir. Yerləşir Gənclik ərazisində. Yeni təmirdən çıxmış geniş 3 otaqlı mənzildir, əşyalıdır, gözəl də təmir var, proyekti də yaxşıdır və təbii ki, mən mənzildə olan hər şeyi sizin nəzərinizə çatdıracağım. Siz isə videonu sona qədər izləyin, mənzil haqqında fikirlərinizi də mənimlə bölüşməyi unutmayın, birlikdə müzakirə eləyək. Başlayaq, vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Girişdə döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr, spot, gizli işıq, əlavə olaraq bura işıqlar da yerləşdirilib. Dəhliz hissədə dediyim kimi geniş ölçüyə malikdir. Dəhliz hissəsində genişliyin yəqin ki hiss edirsiniz videodan. Otaqların yerləşməsini nəzərə çatdırım. O gördüyünüz mənzilin qonaq otağıdır. Yanında yerləşir mətbəx. Burada əsas yataq otağı. Burada deməli mənzilin ikinci yataq otağıdır. Dediyim kimi giriş qapısıdır. Gəldikdə sağ tərəfdə bu hissədə belə bir şkafımız yığılıb. İçərisində göstərim. Demək olar tam axıra kimidir. Dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Girişin bu hissəsində belə bir restoran var. Güzgü yerləşdirilib. Arxasında mebel daraqdan istifadə olunub. Açıq rəngli diba kağızlarına istifadə olunub ümumilikdə. Buranı da nəzərə çatdırın. Mənzilin ümumi sanitar qovşağıdır. Mənzildə 2 sanitar qovşaq var. Bir ümumi, digər isə yataq otağının daxilində. Onu da göstərəcəm. Gəlin, vaxt itirmədən keçək otaqlara. Buranı göstərdim. Videonun əvvəlində mənzilin qonaq otağıdır. Gözəl, dediyim kimi, proyekti var. Kvadrat şəklində qonaq otağımız var. En uzun yaxşıdır. Yəni, digər, belə deyim, mənzillərdə olduğu kimi dar uzun otaq deyil. Videodan da yəqin ki, bunu hiss edirsiniz. Əşyalar yerləşdirilib, mebel dəstimiz, orada deməli 8 nəfərlik böyük masamız var. Qonaq otağının bu hissəsində belə bir şkaf yığılıb. İçərisində də güzgülərdən istifadə olunub. Dizayna uyğun tablomuz, işıqlandırmada 2 lüstrumuz var. Burada mərkəzdə böyük, digər isə bu hissədə böyük, dediyim kimi, üçüncü divanı yerləşdirilib, vitraj pəncərələr, qarşısı da açıqdır, o nəzərə çatdırım. Mənzilin eyvanına həm qonaq otağından, həm də mətbəxdən çıxış var. Qonaq otağından olan çıxış buradandır. Kondisioner qoyulub hazırdır. Bu hissədə gözəl TV stendimiz yığılıb. TV internet çıxış burada nəzərə alınıb. Aşağı hissəsi də bu hissəsi şkafdır. Burada əlavə nəyimiz var? Tavan hissəni göstərim. Spotlar, gizli işıq, hər bir şey ideal səviyyədədir. Gözəl də qiyməti var. Sənədlər də qaydasındadır. Ən əsas kupçası da var. Qiyməti videonun sonunda qeyd edəcəm. Keçək qonaq otağının yanında yerləşən mənzilin mətbəxinə. Çox geniş ölçüyə malik mətbəximiz var. Yəni, belə deyim, funksionaldır. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada davam etdirilib. Burada döşəməsi qranitdir. Bayaq dedim, qonaq otağından və mətbəxdən mənzilin eyvanına çıxış var. İstil sistem kombidir. Görürsünüz, aparatlar qoyulub hazırdır. Yeni, gözəl, funksional mətbəx mebelimiz yığılıb. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır. Yəni, içərisində göstərim. Bunları göstərir ki, mənzil haqqında, belə deyim, mebel haqqında, dərinlik haqqında tam təsəvvür formalaşsın sizdə. Üstü və sinəliyi mərmərdir. Qaz peçi aspiratoru qoyulub hazırdır. Şkafımız bu hissədə də davam etdirilib. Axıra kimi soyuducumuz yerləşdirilib. Masamız da var burada hazır. Arxası da bu hissədə dekor güzgülərdən, mebel daraqlardan istifadə olunub. Tavan hissəni də ümumi olaraq göstərirəm. İşıqlandırmasını. Mənzil ümumilikdə işıqlı mənzildir, gün düşən mənzildir. Keçək, mən sizə buradan göstərim mənzilin əsas yataq otağını. Mənzilin təmiri çox yaxşıdır, göz yormur, ilk öncə onu deyim. Bura dediyim kimi mənzilin əsas yataq otağıdır. Mebel dəstimiz yığılıb hazırdır. Bu hissədə deməli şkafımız var. Onu da içərisini göstərim. Əşyalarınızı yerləşdirmək üçün kifayət qədər yeriniz var. Bu barədə narahat olmağa dəyməz. Taxtımız yerləşdirilib. Görürsünüz, hazırdır. Arxa hissəsində də deməli dekor güzgülərdən. Yenə bura işıqlar, mebel daraqlar. Hamısı ideal səviyyədədir. Pərdələrimiz asılıb. Mənzildə ümumiyyətlə yaşayış olmayıb. Burada da kondisionerimiz var. Bu hissədə deməli işıqlı güzgümüz. Və
Bu yataq otağının daxilində yerləşir. Mənzilin ikinci sanitar qovşağı bayaq qeyd etdim. 2 dənədir, biri budur, digəri isə ümumi olan, onu da göstərəcəm. Bu sırf bu yataq otağına aid olandır. İçərisi kifayət qədər genişdir, görürsünüz bu hissədə. Duş kabinimiz yığılıb, bütün aksesuarlar da yerləşdirilib, hazırdır. Ümumi olaraq göstərirəm və burada da təbii ki, isti döşəmə ilə təchiz olunub. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını. Burada yerləşir. Girişdən daxil otaq sağ tərəfdə. Buranın da ölçüsü kifayət qədər genişdir. Hətta digər yataq otağından da geniş ölçüyə malikdir. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Bu sizin özünüzdən asılıdır. Burada 2 ədəd taxtımız yerləşdirilib. Arxa hissələrdə dekorlarla bəzədilib. Belə deyim. Bu hissədə yenə şkafımız var. Yazı masası deyək. Əşyaları yerləşdirilməsi bütün otaqlarda görürsünüz. Kondisioneri var. Və yataq otağının bu hissəsində yenə divar şkafımız yığılıb. Bunlar da hamısını göstərim sizə. Tam axıra kimidir. Əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Gəldik bu hissəyə. Burada yerləşir mənzilin ümumi sanitar qovşağı. Bayaq qeyd etdim, 2 ədəddir. Buranın da ölçüsü kifayət qədər genişdir. Duş kabinimiz göstərilir. Burada divarçı aksesuarlardan istifadə olunub və maraqlı teksturalı qranitlər seçilib. Divarçı unitaz bu hissədə əşyaları qoymaq üçün yerlər nəzərə alınıb. Gözəl və böyük monitörümüz və dediyim kimi sanitar qovşaqlar, giriş, mətbəx, qranit olan yerlər hamısı isti döşəmədir. Və sonuncu hissə girişdə daxil olduqda sol tərəfdə buranı göstərim sizə. Belə bir qardırob hissəmiz var. Dəhlizdən sürgülü şüşə qapı ilə ayrılır. Sağ və sol hissələrdə şkaflar yığılıb və paltaryanda burada yerləşdirilib. Onu da göstərim. Yəni mənzildə bütün mebel, texnika, hər bir şey var. Belə mən demək olar mənzildə nə var, nə yox, hər şeyi xırdalığına kimi sizə göstərdim. Keçirik məlumatlara. Dediyim kimi Gənclikdə yerləşir Baş Mütəşəkkil Cinayətçiliklə Mübarizə İdarəsi, yəni banditizmi yanındadır. Yeni tikili bina, yeni təmirli, əşyalı, 3 otaqlı mənzildir. Ölçüsü 140 kvadratdır. Sənədlərdə qaydasındadır, kupçası var. Yerləşir 15 mərtəbəli binanın 6-cı mərtəbəsində və mənzilin qiyməti 465 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.